Hər şeyə salam. Bugünkü videomuzda e, süni intellektimizi Telegram'a qoşacağıq. Telegram chatına qoşacağıq söhbət eləməyə. Deməli, ilk öncə indi ChatGPT API almağı göstərəcəm sizə. Bu arada API-nin qısa açılışını deyim sizə. Əvvəlki videoda bilmirəm ya demişəm, deməmişəm, yadımda deyil tam. Məsələn, siz bir sayta girirsiniz, tutalım ki Instagram olsun. Orada nə yazırsınız? Hesab məlumatları yazırsınız da, login yazırsınız, parol yazırsınız. Onu yazdıqda daxil olduqdan sonra orada siz heç nə girirsiniz də hesaba. Amma proqramlaşdırma dilində və ya da ki N8-də biz buna girmək üçün loginlə paroldan istifadə eləmirik. API key-dən istifadə edirik. İndi məsələn bir dənə AI agent qoyaq bura. Yəni keçən dəfəki videolardan yadınızdadır. Deməli, indi biz bura ChatGPT-ni əlavə eləmək istəyirəm mən. Deməli, chat modula gəldik. Buradan Open AI deyirik, AI chat model. Deməli, select credentials, new credentials deyəcəyik və burada indi sizdən bir yerdən mən şey alacağam, API key. OpenAI API yazırıq bura. API platform var gördüyünüz kimi. Bura daxil oluruq. Daxil olduqdan sonra burada login qismə gəlir sağda və API platform qismi var sağ tərəfdə. Bura daxil oluruq. Bura daxil olduqdan sonra bura axtarış yerinə billing yazırıq. Manage billing settings. Quick Start'a gələk burada olmalıydı. Go to billing deyəm. Burada yəni odur ki, biz API key yaradanda burada bizə mütləq olsun ki, balans lazımdır. Sıfır balansdan eləyə bilmərik. 5 dollar, 10 dollar yükləsəniz sizin üçün bu polunu kifayət bəs edir. Add deyək, mən 5 dollar əlavə edəcəm. Add payment method. Mən buranı yazım, indi videonu davam etdirəcəm. Hal-hazırda əlavə elədim gördüyünüz kimi 5 dollar. İndi bizə nə lazımdır? Bizə açar lazımdır. Gördüyünüz kimi API key-ə gəldik. Create deyirik. Bura nə yazaq? Yeni. Fərqi yoxdur yəni. Burada select project, default deyək, yaradaq bilənsə. Və bunu kopyalayırıq. Gördüyünüz kimi burada bir dənə key verdi. Bunları otomatik istifadə edə bilməyəsiniz. Onun kimi qurtaracaq ya da delete edəcəm. Zarafat edirəm orada. Burada yapışdırdıq gördüyünüz kimi və save deyirik. Gördüyünüz kimi burada əsas connection successful gəldi. Odur ki, connectionımız uğurla alındı. Deməli, ChatGPT-ni qoşduq, bunu qoşduq. İndi biz nə qarmalıyıq? Telegramda bot düzəltməliyik, tutalım ki. Buradan gəlirik bot fazıra. Bot fazır. Buradan bir dənə bot yaradaq, tutalım ki. New bot. Please choose a name for your bot. Botunuz üçün bir ad deyin deyir. Salam, altdan xətt. Salam deyək. İndi salam, altdan xətt bir dənə bot yazır. Çünki yazır ki, bura sonluğu botla bitməlidir. Gördüyünüz kimi bizə açar söz verdim. İndi bizə nə acə baş verməlidir? ChatGPT-yə gəldik. İndi bir dənə paint yazaq. Deməli, ChatGPT-dən bizə mesaj gəlir bir dənə. Kimsə buradan mesaj gəlir. ChatGPT-dən Telegramdan. Telegramdan gələcək hara? Süni intellektə. Süni intellektə burada gördüyünüz kimi. Süni intellekt gedir. Burada fikirləşir ki, mən buna nə cavab verim, nə cavab verim. Sonra nağarır, cavabı geri dönüş eləyir adama, Telegrama. Telegram. İndi biz nə qarmalıyıq? Telegramdan mesaj qəbul eləməliyik. Onun üçün nə alırıq? Bayaq API key aldıq, gördüyünüz kimi buradan. Gəlirik bura, add node deyil, trigger. Telegram yazırıq bura. Telegram yazdıq. İndi burada on message deyirik. Yəni mesaj gələndə. On message. Və buradan bir dənə create new credentials deyək. Tokenımızı yazaq, yapışdıraq. Tokenımız test olunur. Aha, əla. Və hazırdır. Bunu qoşaq indi bura. Çünki niyə? Bizdə Telegrama mesaj gəldi. Telegramdan süni intellektimizə, AI-imizə gedir. AI-dan fikirləşir ki, buna mən nə cavab verim. Gəlir, sonra ChatGPT-yə göndərir. Deməli, gəldik bura. Bir dənə start verək görək, nədir problem? Start. Yazanmalı. Yazıram, salam. Deyir ki, exit chat input. Deməli, gördüyünüz kimi ən birinci sıraya gəlir. Telegram gördüyümüz kimi işlədir.
deməli, biz nə varmalıyıq? Chat trigger define below deyirik. Biz salam yazmış gördüğünüz kimi chat. Bunu gətirdik qoyuruq bura. Qoyduq mu? İndi bir dənə bura gəldik süni intellektə. Qoyduq. İndi bu nə deməkdir? Onu göstərim. Biz chatı gətirdik bura sürüşdürdük. Yəni ki, salam sözü gəlir süni intellekt, super intellekt deyəcəydim. Süni intellekt gəlir düşür bura. Gəlir düşür ki, bu süni intellektlə cavab versin. İndi cavabı fikirləşir süni intellektlə cavab verəcəm. Sonra nə varmalıdır? Cavabı geri atmalıdır da. Bununla təzədən gəlirik bura, Telegram yazırıq. Telegram. Telegram nə varmalıdır? Mesaj göndərməlidir. Mesaj yazırıq. Pin edit send a text message deyə. Mesaj göndərməlidir. Deməli, indi burada nətər mesaj göndərməlidir? Onu sizə deyim. İndi send a message text. Yəni run eləyə təzədən bu düşsün ora. Yəni random chat ID verək bunlara. Salam. İndi biləcəksiniz niyə. Süni intellektə girdi, fikirləşir, nə varım, salam. Süni intellekt mesaj göndərə bilmədi. Niyə? İndi səbəbini deyəcəm. Çünki Telegramda chat ID var. Mesaj göndərəndə bu adam bilməli, süni intellekt bilməlidir ki, ya API bilməlidir ki, mən hansı adama mesaj göndərim? Milyon dənə istifadəçisi var. Ona görə də chat ID lazımdır. Chat ID bizə hardan gəlir? Telegram trigger'dan. Telegram trigger yəni ki, bizə mesaj daxil oldu deyə birinci dəfə. Bizdən orada hansı məlumatlar yaranır? Update ID o qədər lazım deyil. ID, hesabının nömrəsi, yəni mənim hesabımın nömrəsi Telegram. ABCD, mənim adım ABCD'dir. Username yazılır gördüyünüz kimi. Sonra chat ID, gördüyünüz kimi chat ID gəlir. Bir də date, nə vaxt yazıbsa o gəlir. Bir də ki, yəni private qrupda yazıbdır. Gəlirik biz chat ID-hanı from chat burada da ID burada gəlirik, yapışdırırıq bura. İndi biz bunu buraya yapışdırdıq. Nə olacaq? Mesaj göndərəcək. Astas mesajını göndərəcək. Output'u gətiririk, tullayırıq bura. Всё. Output elə bil ki, gördüyünüz kimi AI-dan output gəlir də, süni intellektin çıxışı. Süni intellekt fikirləşir, nəsə cavab verir, heç nə, bu cavabı təzədən ora göndərir. İndi execute eləyək başdan. Salam, necəsən? Gördüyünüz kimi çox sürətli şəkildə gəldi. Salam, mən yaxşıyam, təşəkkür edirəm, sən necəsən? Amma burada məsələn bir nüans var ki, burada gördüyünüz kimi bu yaxşı deyil də, yəni görsəm yaxşı deyil, N18 görsənir aşağıda, onu necə silmiyorlar. Deməli, gəlirik bura add field-da, append N18 attribute var, yəni N18 attributunu əlavə eləmək var. Gəlirik buradan onsuz append-i bunu ləğv edilir, execute vururuq təzədən. Gördüyünüz kimi gəldi. Bu qədər sadə, yəni Telegrama qoşmaq bu qədər sadə, yəni burada çətin bir şeylər yoxdur. İndi burada toolbar var, memory var, bu qismə gələcəm. Orada sizə qeyd edeyim ki, hər videonun axırında qeyd edəcəm. Bu stepləri başdan ayağa baxın. Görün necə eləmək lazımdır. Bir yerdən sonra onsuz, necə deyim, mən onsuz da orada sizə hansılar lazımdırsa, hazır şəkildə yükləyəcəm. Oradan siz yükləyərək bunu rahat istifadə edə bilərsiniz. Saytımızdan qeydiyyatda keçəndə yükləyərək rahat istifadə edə bilərsiniz. Ondan narahat olmayın. Yəni sadəcə biraz baş qarşılığı ola bilər. O da ki, yəni öz üzərinizdə işləyin ilk dəfə başlayanda. Məsələn, mən bunu yaratdım. Bu sadədir, yəni. Burada yəni çətin bir şey yoxdur. Bir fikirləşin, API nədir? Yəni Telegram nədir? WhatsApp nədir? Süni intellekt nədir? API 2 nədir? Yəni bunlar demişəm əvvəlcədən. Yəni də öz ağlınızda formalaşsın. Özünüz eləməyə çalışın ki, buradan necə gəldi, ora necə getdi. Yəni əslində sadə bir şeydir. Bunu əslində Python-dan da yazmaq olar. Yəni proqramlaşdırma dili ilə. Sadəcə N18 nə üçün bizə sağlayır? Yəni ox qoşuruq oradan bura, buradan ora, rahat oldu da. Yəni burada o qədər də çətin bir şey yoxdur. Yəni bu videomuz bu qədər. Digər videolarda görüşmək üzrə. Sağ olun.